götürdüyün qızı boşansa onu almaq olar sən. Sən oğulluğun var. Oğulluğun var. Mənim yoxdur. Tutaq ki sənin var. İşte də səndə olandan, mənim də oğulluğum yox. Tutaq ki, sən lazım olan mövzudur. Mən Bir də şablon lazım. biz, Əhsab 37-də, hə. Yox, qardaşım, mənə Sən məsələdən xəbərin var ümumiyyətcə? Məsələni bilirsən ümumiyyətcə? Qardaşım, səninki bu inancdır. Bu sənin ədəbindən, ərkana deyirsən İslamdan gəlir, dindən gəlir. Mən ədəb. Mənim ədəb. Əgər bu ədəb ərkandırsa, bu ədəb ərkanını qəbul edirsən, sənin bunu Quranın deyir, mən demirəm. Bəli, qəbul edirəm. Əlbəttə qəbul edirəm. Yəni sən oğulluğunu qızını alan bir adama normal baxırsan. Oğulluğunun qızını alan adama normal baxıram. Oğulun qızı düzdür. Oğulluğunun. Sən orada yazılıb ki, məcburiyyət yazılıb orada. Qardaşım, məcburi İslamda olsa heç sən məcburi. Tamam. Sənə sual verirəm. Normal bax. Sənə sual verirəm. Sənə sual verirəm. Qonşuda bir ailə olub, 9 yaşında bir qızı tutalım ki, kiməsə Əfqanistanda bir yerdə, Əfqanistanda. 9 yaşında bir qızı ərə veriblər. Eşitirsən də məni? Hə, eşitirəm. Atası razıdır, qız razıdır, alan razıdır, satan razıdır. Sən kimsən ki, kimisə ailə işinə qarışırsan? Sən kimsən yox, sən əxlaqın, ya öz qızını 9 yaşına ərə verərsən, yaxud öz oğulluğunun aldığını Tamam. Başqa sual verirəm sənə. Yox, cavab ver, ondan sonra sual ver. Sual verirəm də, elə sual cavab ver. Cavabını ver, ondan sonra sualını ver. Narahat olma, qardaş, mən sualdan qaçıram, problem deyil, narahat olma. Azərbaycan konstitusiyasına görə 18 yaşındakı qız 68 yaşında kişiyə ərə gedə bilər. Düzdür, səhvdir? Hə, Azərbaycan konstitusiyası buna yol verir, icazə verir, hə. Yol verir. Verərsən 18 yaşında qızlıq 68 yaşında kişiyə. Mən belə şeylər ümumiyyətlə zidəm. Yox. Bildim də zidsən, qardaş, məcburiyyət yoxdur ki. Mən məcburiyyət yoxdur, yox. Ay, söktarı getdi də, kimsə deyir ki, onu sən deyəcəksən ki, bizim konstitusiya əxlaqsızlıqdır. Mən konstitusiyadan danışmadım, qardaşım. Öyle sən nədən danışırsan ki? Sən şəriətdən danışırsan, mən sən konstitusiyadan misal verirəm. Bəlkə səhv deyirəm. Mən sənə heç Azərbaycan konstitusiyasını açdım. Mən sənə dedim ki, belə bir şey sən özlüyünlə normal baxsan, ədəb əxlaqın bundan gəldiyini. Bax sən mən də o sual verirəm. Məsələn qardaş, 18 yaşında qız 68 yaşında kişiyə ərə getdi. Sən necə baxırsan ona? Qardaşım, 18 yaşlı qızın 68 yaş getməsə, 18-i keçməsə artıq öz müstəqil qərarını verə bilər. Necə baxırsan o işə? Öz işidir. Çox da getdi qardaş, elə o da öz işidir. Sənin aidiyyəti var. Və yaxşı, mənə aidiyyəti budur ki, sən ədəb ərkandan danışdın, əxlaqdan danışdın. Əxlaqdan danışdın, bəli. Bu ədəb ərkanlı bir şeydir, öz işidir. Hər biri gedib pis yola düşər. Bu mənə sənə dəxli yoxdur. Sadəcə niyə danışırsan? Sənə mənə dəxli yoxdur, mən nədən danışırsan? Mən də sənə deyim, sən öz fikrini bilmək istəyirəm ki, sənin üçün bu normal bir şeydir. Benim də qardaş fikrim, mənim üçün qəbuldur, bəli. Yox, ay sağ sənin üçün bu qəbuldur. Eləm yəni sən oğulluğunun boşandığı yoldaşı alan bir kişi sənin üçün normal bir haldır. Amma mənim üçün normal hal deyil. Bəli, normal bir haldır, əlbəttə. Bu çox sənin üçün normal hal deyilsən. 50 dəfə soruşarsan, deyirəm ki, Quran mənim başımın tacıdır, vergüldən, nöqtəsindən kimi hamısına iman gətirmişəm. Sənin nə problemin var ki? Mənim ədəb ərkandan danışdın, ədəb ərkanın bu ədəb ərkandan aborta, sən uşaq ölümünə, uşaq qətliamına dabro verən adamsan. Demirsən ki, mən onu qəbul edirəm. Sən nədən danışırsan? Mən sənə dedim hansı abortdan? Yox, mən sənə hansı abortdan danışdım. Əgər bu uşaq 9 yaşında bir qızdır, 12 yaşında qızdır, bu təcavüzə uğrayacaqsa, bunun yiyəsi olmayacaq, dünyaya gəlməsə daha məsləhətlidir. Mən sənə başqa sual vermişdim. Mən sənə sual vermişdim. Bir qadın gəlib qıraqda başqasıyla gəzib, o uşağı niyə öldürməli? Dedin ki, problem yoxdur. O yaşamağındansa yaşamağı yaxşıdır. Öz dediyin sözdür. Bildim, mən öz dediyim söz, mən bunu təsdiqləyirəm. Bu uşaq dünyaya gələcək, bu uşağın sonrasını düşünürsən. Sən bir nöqtəni deyirsən ki... Sən kimsən ki, qardaş? Sən kimsən ki? Mən vicdanlı bir insanım. Mənim 9 yaşında bir qızın, 10 yaşında bir qızın təcavüzə uğraması, başına pis şeylər gəlməsi... Təcavüzü bildik də, qardaş. Təcavüz İslam ona da bəlkə icazə verir. O mən dəqiq bilmirəm. Təcavüzdən söhbət eləmirəm burada. Yəni, İslam təcavüzü... Abort yerlərinin qabağında dayananlar var. Sən nəyə qoyur? Abort yerlərinin qabağında deyən, həkimlərin növbəsində deyən qadınlar var. Abort növbəsi gözləyər. Onlar hamısı təcavüz olunub ki, bəyəm? Ondan danışmıram mən. Mən o uşaq dünyaya gələndə... Haradasa bir dənə istisnanı seçib niyə keçirsən ki, mən çoxluq olan şeydən danışıram ki, hamı bunu qəbul edib, sən də qəbul edirsən. Yəni, dünyada uşaq təcavüzü az bir şeydir, eləmi? Yəni, istisna seçimdir. Dünyada nə qədər bir uşaq təcavüzə məruz qalır. Yetim uşaqları, yiyəsi, arxası olan, atası, anası yerində olan, baxılan bir uşağa təcavüz yox, başqa bir hərəkət oluna bilərmi? Oluna bilməz. Amma ki, yetim insanlara, atası, anası bəlli olmayan insanlar bu olur. Kimsə kiməsə təcavüz eləyibsə, nəyə görə pislik ispat eləyə bilərsən? Deizmə görə.
Deizmə görə təcavüz, sən əxlaqın, yəni Sual verdim sənə, ədəb konkret ədəb- sual verdim ha kişi. Yəni diqqətlə mənə qulaq as. Ədəb ərkandan, əxlaqdan danışan adamsan. Deizmə görə mənə isbatla görüm. Deizmə görə. Deist deyilsən sən. hə bəli deyirsən. Deizmə görə kiməsə təcavüz eləmək nəyə görə pisdir? Yəni kiməsə təcavüz eləmək cəzası normal. Əgər bir insan Gülürsən qardaş. Sən o isbat et. Sən qardaş o isbat eləyə bilməzsən. Yox. İsbat edə Deizmə bilməm. görə Yaxşı, sən İslam'a görə təcavüzün normal bir şey olduğunu isbat edə bilərsən. Və yaxud İslam'a görə təcavüz normal bir şeydir. İslam'a görə əzin. Hə, bata-bata gedirsən. İslam'a görə sən gəlsən axı burada. İslam'a görə təcavüz eləmək haramdır. İnsan haqlarıdır, insan hüquqlarıdır. Böyük günahlardan biridir. Eşidirsən məni? Bəli. Böyük günahlardan biridir. Cəzası da ölümdür. Can hə. İndi sən isbat elə görüm. Deizmə görə kiməsə təcavüz eləmək olmaz. Deizmə görə bunu isbatla. Ümumiyyətlə deizm nədir bilirsən? Ümumiyyətlə mən bilirəm nədən danışıram. Yaxşı bilirəm. Deizm nədir? Yaxşı da bilirəm ateizm necə bir zəlalətdir. Yaxşı bilirəm. Yox qardaş. Sənə bir dənə primitiv sual vermişəm qardaş. Özüm bir dəqiqə sırasla ona cavab verdim. İslam'a görə haramdır, cəzası ölümdür, böyük günahlardan biridir. İndi sən deizmə görə kiməsə təcavüz eləməyi isbatla görüm nəyə görə olmaz, nəyə görə yaxşı deyil, nəyə görə pisdir. Deizm nədir bilirsəniz? Dəxli yoxdur deizm. Sən isbatla. Deist deyilsən. Sən deistsən. Bizim var. Quran kimi, Quran ərəbdən gələn bizim kitabımız yoxdur. Quran sənlik deyil qardaş. Quran mənlikdir. Quran desən sənlik deist deyilsən qardaş. Bəli, deistəm. Özü mən 5 il namaz Təcavüz isbatla görüm. Nəyə görə pis şeydir? Sən deyirsən ki, bir dəqiqə qulaq as indi. Sən mənə deyirsən ki, Quran bu xəbəri yoxdur. Yox, hər şeydən xəbərim var. Sən deyirsən ki, Quran deyir ki, təcavüz günah bir şeydir. Cəzası ölümdür buna görədir. Quran sadəcə deyirsə təcavüz normal bir şeydir, normal qarşılayacaqsın, eləmi? Sən bunu deyirsən bax. Quran desəydi ki, yox qardaşım. Quran desəydi, ay qardaşım, Quran desəydi ki, təcavüz normal bir şeydir, normal qarşılayacaqdın buna. Quranda elə şey ola bilməz axı. Qardaş, sən oğulluğun arvadını almaq sən halal buyurulur, amma ki belə bir şey buyurulmur. Oğulluğun arvadı deyil, ay ağıllı. Eşitsən məni? Gətir görüm, gətir o ayəni bura görə bir dənə. Aç orada özünü oxu. Mən burada kamera aça bilmirəm. Mən açmağa bir şey yoxdur burada, yoxdur yəni. Mən də sənə deyirəm ki, Hərsiyədən danış orada. Hərsiyə deyir ki, əgər onu yoldaşı boşayandan sonra onu yoldaşı al. Yoldaşı boşayandan sonra kim olur? Yad bir adam olur. Bu gəlini olur. Dəxillər gəlini. Vaxtıca bunun gəlini olur. Öz gəlini almağı. Qulaq as qardaş. Sən əgər bir kişi, sən deməyək, bir kişi qadını boşuyursa, söhbəti uzaqlaşdırma. Söhbət sual verim sənə. Hara uzaqlaşdırıram? Quranın hər bir vergülü, hər bir nöqtəsi mənim başımın tacıdır. Nisa 34-də deyir ki, arvadını Nisa'ya keçmir. Bu çərçə variantlarını eləməyin də. Bu çərçə variant. Bundan ora hoplanmaq, oradan ora hoplanmaq. Normal bir cavab. Axı, sən mən normal cavab verirəm də cavab sənə. Bir kişi, qulaq as, bir kişi, qulaq as da bir normal cavab. Sən dirənmirsən, tüpikdəsən, bir şey cavab verə bilmirsən. Mən cavab verirəm. Bir kişi. Tamam yaxşı. Deizmə görə isbatda görüm ki, o əməl pis əməldir. Oğlunun boşanmış arvadını almaq pis. Deizmə görə isbatda. Bu deizm var ya qardaşım. Bu ümumiyyət ədəbə əxlaqa sığmır. Mənim ədəbim ədəbə əxlaqa sığmır. Deməli ədəbsizlik əxlaqsızlıqdır onda. Bu təbii ki, ədəbsizlikdir. Deizmdən söhbət edirəm qardaş. Deizmdən söhbət eləmirəm. Sən gəlini sonra almağın təbii ki, ədəbsizlikdir. Bu heç bir şey deyil. Deizmdən isbatla da, başa düşdüm. Sən fikir elədi, mən sənin fikrinə hörmət eləmirəm. Deizmlə onu isbatla. Sən çox məntiqli sor. Deizm nədir heç bilirsənmi? Bizim deizm var. Bildim, bilmədim. Mən müsəlmanam, əzizim. Ay qardaş. Uğur, mən müsəlmanam. Mənim mənəvi dəyərlərim var İslam'a görə. Düzdür? Bəli. Sən istədiyin şeyi mənə desən, mən İslamla onu sübut eləyəcəm. Mənəvi dəyərlərə görə yaxşı və yaxud da pis olmağını, əxlaqlı və yaxud da əxlaqsızlıq olduğunu mən onu isbatlayacağam. Necə ki, abortu isbatlayıram, necə ki, fahişəliyi isbatlayıram, necə ki, digər şeyləri isbatlayıram, oğurluğu isbatlayıram, İslamla isbat edirəm. Sən də deist olaraq mənə isbatla görüm, Əhzab 37-də yazılan öz oğulluğunun boşanmış qadınını almaq nəyə görə əxlaqsızlıqdır? Deizmdən isbatla bunu. Qoy mən sizə deyim. Birincisi, deizmin sizin kimi ərəbdən gəlmə bir kitabı yoxdur. Bu bir. İsbatlaya bilmirsən ki? Ədəbim, əxlaqım, İsbatlaya bilirsən, yoxsa bilmirsən? Qardaşım, sən gedib bir dənə kitaba inanırsan, bu kitab bunu nə deyirsə, sən də onu inanırsan. Bildim də, bax, sənə bir də təkrar edirəm. Bax, ay Uğur, mən nəyə inanıram, nə üçün inanıram?
Öz Hə. inancıma görə hər bir şeyi isbat edirəm. Nəyin yaxşı olduğunu, nəyin də pis olduğunu mən Mənə isbat bir edə dənə bilirəm. yox qardaşım, mənə bir İndi dənə. sən mənə denən Yox, görüm. Sən mənə denən görüm. Sən küncdəsən, sənin xəbərin yox, tupikdəsən. Sən mənə denən görüm. Deizmlə nəsə isbat edə bilirsən ümumiyyətcə. Ay qardaşım, sən deizmin kitabı yoxdur sənin Quranın kimi. Denən isbat edə bilmirəm də əzizim. Niyə deyirsən ki? Yaxşı, isbat edə bilmirsən deyirsən. Bax indi sən Yox. qulaq as. İspat edə bilmirsən ki, əzizim, təkrar elə. İspat edə bilmirsən ki. İsbat edə bilmirsən söhbət deyil. Söhbət bilsən Nə nədir? təkrar söhbətdir. İspat edə bilirsən, hə və yaxud da yox. Qardaşım, deizmin bir Deizm nə? kitabı yoxdur. Nəyin yaxşı, nəyin pis olduğunu Əxi. ispat edə bilirsən. Əxi, deizmdə qulaq as. Bax, deizmin sənin inandığın bir kitabı yoxdur. Sabah Deməli deizmə görə, əgər yox, qadağa var deizmdə o iş. Qoy mən cavabı, qoy mən Ha, cavab. sual verim, fırlatma günə. Qardaşım. Deizmdə Əhsab 37-də gələn işə qadağa var. Bax İslam deyir ki, olar, düzdür? Ha. Deizmdə qadağa var o işə. Ay qardaşım, qoy mən sadəcə. Deizmdə bu desən qadağa varmı? Deizmdə elə bir şey demir ki, sən get gəlinini al təzə. Boşandan sonra get bunu al. Deizm deyir ki, fahişəlik eləmək olar. Deizm bunu demir. O adamın öz əxlaqi əhkam özündən, vicdanından gəlir. Az əxlaqı hardan götürmüsən sən? Vicdanım var mənim. Vicdanın hardandır? Daxildə mənə gələn hisdir. Tamam da onda mən fahişəlik isbat elə görüm. Olar yoxsa olmaz. Fahişəlik yaxşıdır yoxsa pisdir? Fahişəlik təbii ki, yol verilməz bir şeydir. Niyə? Niyə? Deizmin isbatda görüm. Deyirsən deizmi, mən də sənə deyirəm ki, qoy sözümü axıra kimi bitirim da. Deizmin İsbatda da sözün elə o olsun. Da. Öyle isbatda görüm yaxşı nədir, pis nədir. Vicdanıma görə isbatda yaxşı, deizmə görə yox. Vicdanıma görə isbatda. Əzizim, qulaq as mənə. Ay qardaş, sənə primitiv sual verirəm. Ay 8 yaşında uşağın axı bir söz deyə Ay bax. əzizim, 8 yaşında uşağın cavab verə biləcəyi bir sualdır. İsbatda görün, fahişəlik nəyə görə pis əməldir? Ay əxi, fahişəlik hər tərəfli insan öz sağlamlığına ziyandır, cəmiyyətə də ziyandır. Qıraqdan baxanda pis baxır. Fahişəlik ümumiyyətlə Azərbaycan Tələsmə qardaş, tələsmə. 50 dənə şey gətir, bir dənəsini gətir, görək düzdürsən. Bax, bir dənə şey ki, Azərbaycan qanununda fahişəliyə yol verilməzdi. Biri bu. Nə olsun ki? Cəmiyyət. Ya deyirsən, niyə deyirsən pis bir şeydir? Mən də deyirəm, hadi, Azərbaycan ölkəsi buna qadağa qoyub. Qadağa qoyub, qardaşım, fahişəlik eləyən deyir, yaxşı eləyirəm, gedib cəzamı çəkəcəm. Sənin nə işin qalıb? Bə deyirsən, nə tər bax, sən fahişəyə yaxşı baxırsan? Sən mən baxmaqdan söhbət getmir. Mən deyirəm ki, fikrin nədir? Demirsən vicdan. Yox, İsbatda görüm nəyə görə pis bir şeydir. Qardaşım, fahişəlik sənin üçün yaxşı bir şeydir. Ay qardaş, mən müsəlmanam. Mən onu mən müsəlmanam. Mən onu İslam'a görə isbatlayacağam. Ay əxi, sən var buna. Allah həmd olsun, mənim dinim hər bir şeyin yaxşı pis olduğunu mənə deyib, öyrədib. Sən isbatlayır, qardaş, deistsən. İslamı bəyənməyən bir deist. Ay əxi, bax, mən deyirsən, İslamı bəyənmirəm. Bəli, İslamı bəyənmirəm. İslamofobsuz da, bəli, boynunuzu alın ki, İslam düşmənlərsin, İslamofobsuz. İndi isbat elə mənə. Ümumiyyətlə, bütün dinləri mən bəyənmirəm. O dində bildim, qardaş, bildim. Bəyənmirsən, yerin xətalar varsa, mən onu bəyənməyəcəm. Bəyənmirsən, əzizim, yerin məlumdur. Deyir, niyyətin hara, mənzilin ora. Bunu qoyduq qırağa. İndi mənə fahişəliyin pis olduğunu isbatla. Azərbaycan Konstitusiyası birini buna yol vermir. Öz bədənini çiğirsən 2. Ondan sonra cəmiyyətə pis örnək olsan 3. Cəmiyyətə pis örnək olursan, qardaş, o cəmiyyət üçün pisdir. Cəmiyyətdə də mənim uşaqlarım və o adamın özü üçün, adamın özü üçün qazanc mənbəyidir. Ailəsini ondan saxlayır. Bir dənə sözüm, sənin qonşuluğunda əgər bir dənə fahişəxana olsa, gündə ora bir adam gəlsə, aidiyyatı qurumlara müraciət edərsə ki, bunu xahiş edirəm buradan gözləyir. Bir də təkrar eləmsən, əzizim. Mənim dinimə görə fahişə. Yox, abi, mənə cavab ver. Mən sənə verirəm də sənə cavab verim. Qulaq as da. Mənə aidiyyəti qurumdan əvvəl sən özün özlüyündə onu isbatlamısan ki, o pis əməl olmalıdır. Özün özündə bunu dərk eləməlisən. Mən dərk edirəm bir müsəlman olaraq. Deyirsən, səndə əxlaq hardandır? Mən də sənə deyirəm ki, mən müsəlman olaraq dərk edirəm ki, İslam mənə öyrədib ki, fahişəlik haramdır, fahişəlik mundar bir əməldir, çirkin bir əməldir, belə də yazılıb kitabımda. Çirkin bir əməldir və böyük günahlardandır. Böyük günahlardandır. Bunun həm insana fəsadı var, həm də cəmiyyətə fəsadı var. Bunu İslam mənə bunu mən sənə İslamla isbatladım. İndi sən zəhmət çək, istəyirsən vicdanınla isbatla, istəyirsən deizmlə isbatla. Axır mənə isbatla mənə görüm. Sən nəyə görə istəyirsən onu? Sən deyirsən, qulaq as, sən əlinə bir dənə kitab alıb qoyursan. Deyirsən ki, mənim inancım budur. Deyirsən ki, bax bunu deyirsə bu haramdır, düzdürmü? Mən də sənə dedim ki, cəmiyyətə bu ziddir. Mənim cəmiyyətdə anam, bacım var.
öz uşağın var, evlatların var. Buna baxıb pis örnək olacaq. Və qayıdıb sənə sual verirəm ki, sənin qonşuluğunda Bizim dayan qardaş, dayan. Cəmiyyətə görə o əməl pisdir, bunu bilirik. Mən cəmiyyətə görə demirəm, deyirəm ki, ümumiyyətlə o əməlin pis olduğunu isbatla, cəmiyyətə görə yox. Nəyə görə? Çünki qulaq as, sözümü kəsmə. Çünki həmən adama görə, fahişənin özünə görə o əməl yaxşı əməldir. Niyə? Çünki ailəsini saxlayır və özünü saxlayır. O qazanc mənbəyi olur. Sən nə işlə məşğul olsan? Nə işlə məşğul olsan? Hər nə işlə məşğul olam, neysən? Qazanc yerin var da, nəsə? Qazanc yerin var, bəli. Onun da qazanc yeri odur. Sənə xoşuna gəlmir, onun nə dəxli var ki, xoşuna gəlmir? Sənə xoşuna gəlmir, sənə aiddir, subyektiv sənin fikrindir. Yaxşı, özün bilərsən. Xoşuna gəlmir, get su iç. Axı, mən cavab verir da. Mən də sənə deyim. Verirəm də sənə. Sən neçə yaşın var ümumiyyətcə? Mənim 28 yaşım. Sən buna cavab ver. Söhbəti yekunlaşdıraq da yavaş-yavaş. Axşama kimi səninlə söhbət eləməyəcəm ki. Bildim, bunu sənə deyim, söhbət edəcəm. Mən sənə deyim ki, qonşuluğunda sənin milli dəyərlərlə qoşulmuşdun qardaş. Milli dəyərlərə görə fahişəlik pis olduğunu mən isbatla. Cavab verir, malalama. Sadəcə qonşular fahişəxana olsa hər gün biri getsə bura var. Cavab verdim də ona, sən başa düşəmirsən. Cavab verdim. Ya deyəcəksən, ya tədbir görəcəm, ya deyəcəm dur get. Bəli, tamamilə doğru. Niyə cəmiyyət onda niyə? Niyə ki? Səbəb. Dedim də ay insan, anlama qabiliyyətin zəifdir deyirsən. Dedim də mənim dinim onu haram buyurur. Murdar əməl. Bəs mənə qalib deyirsən ki, cəmiyyətə sənə nə? İndi yaxşı, cəmiyyətdən sənə nə? Cəmiyyət demirəm əzizim. Deyirəm ki, mənim dinim onu haram buyurur, murdar əməl deyir ona. Nə cəmiyyət? Axı. Cəmiyyət sənin variantında, mən cəmiyyətə baxmıram. Ay Salih, sənin dinin orada halal buyursa deyirsən ki, halal buyuracam. 1400 bundan qabaq onda şey yox idi. Deyirəm bu fahişəlik yox idi ha. Dəxli nədir ki? Dəxli budur ki, əgər bu İslam bunu deməsə sən bunu eləyə bilməzsən. Gəl mütləq İslam deyə. Tamam da qardaş, İslam deyib mən eləmirəm. Yox, gəl İslam deyə. Mən də sadəyəm. İslam bunu deməsə sən bunu eləyə bilməzsən. İslam deməyibsə sən deyirsən. Sən deyirsən ki, İslam bunu deməsə mən bunu eləmirəm. Qışqırma ki, nə qışqırsan ki? Sən hamı eşidir burada. Səsi qaldıranda eləsən ki, prav olursan, düz çıxırsan. Bravo. Əsaslandı. Yox, sən mənə cavab vermirsən. Deməli, sən 50 ildə yaşasan, fahişəliyin pis olduğunu mənə isbatlaya bilmərsən. Özünə görə, cəmiyyətə görə, nəyə görəsən. İsbatlaya bilmərsən. Yaxşı, İslam olmasaydı əgər, sən Rusiyaya dünyaya gəlsəydin, sənin üçün bu çox legal bir şey olacaq, eləmi? Yəni İslam deməsə fisikotari bomba bir şey. Allah, İslam hər yerdə var. Rusiyada da var, Ermənistanda da var. İslam Ermənistanda da var. Ha, bildim, neysə 1400 bundan qabaq dünyaya gəlsən, belə bir şey olsa sənin üçün normal bir şey olacaq, eləmi? 1400 bundan qabaq gəlsəydim, o sual nəyə görə versən? Nə olsaydı, nə olardı? Sən buradasan, mən buradayım, söhbət edirik. Mən saat bizə niyə verirəm? Sən başa düşürsən, deyim mənə prosto ki, tam istədiyim cavab vermirsən. Sən istədiyin cavab nədir ki, de görüm mənə. Nə demək istəyirsən? Qulaq as, axı bir söhbət yayında. Bax mən sənə deyirəm ki, əgər İslam bunu deyir, İslam bunu deməsə, yəni desən mən bunu legal biləcəm, düzdürmü? Sən bunu deyirsən mənə. Deyirsən ki, İslam bunu haram bilir, fiso qutarı getdi. Halal buyursa halal buyuracaq. İslam bunu deməsə bunu eləyə bilərsən. Mən sənə deyirəm ki, İslam sən bunu desə də sənin üçün normaldır, deməsə də. Sən nə danışdığını bilirsən ümumiyyətlə? Mən danışdığımı bilirəm, sən məni başa düşmək istəmirsən. Sən deyirsən ki, İslam bunu deyir. İslam gərək bunu mütləq İslam deyir. İslam deməsə olmur. Tamam da İslam deməyib, deyirsən də, düzdür, İslama inanmır. Mən də sən onu deyirəm də, cavab ver. İslam deməsə olmur bunu. Deyirəm də, İslam deyib artıq və mən də ona əməl edirəm. Sən də deyirsən, düzdür, İslam deməyib də. Bariz nümunəsən. Sən məni başa düşmür. İslam bunu deməsə. Nümunəsən də, İslam deməyib, İslama inanmırsan, İslamı qəbul eləmirsən. Azərbaycan konstitusiyasından danışdın. Desə də belə qəbul eləməyəsən, düzdür? Azərbaycan konstitusiyasından danışdın, bu bir. Azərbaycan konstitusiyası sənə cavab verirəm də qardaş. Sənə cavab verirəm. Eyni fahişə, eyni narkobaron, narkotik satan, eyni oğru. Deyir, mən bu hərəkəti eləyirəm, ailəmi, uşağımı dolandırıram, qanundan da yayınıram. Qanundan da yayınıram, bəli. Mən də sənə bunu deyirəm ki... Qardaş, qanundan yayınır da, bu qanundan yayınır, fahişələr doludur da bu dəqiqə. Narkotik satanlar da doludur, oğrular da doludur. Hamısı da qanundan yayınır, etdiyi əməli də eləyirlər. Sonra... Mən də bunu deyirəm ki, bu ədəbə, əxlaqa bildin. İkincisi, cəmiyyətə da ziyandır. Yaxşı bir şey deyil. Tamam, qanun söhbəti getdi. Cəmiyyətə ziyandır. Burada sən fala baxırsan, belə, bu nədir belə? Fala baxırsan sən.
Alo. Fala baxırsan burada. Hə. De görüm mənim şalvarım nə rəngdədir? Axı, söhbəti fırlatma. Mən verdiyim cavabları Ay versən. qardaş, sən burada nə iş görürsən? Sən nə ilə məşğulsan burada? Kimin Ay, falına bax. baxırsan? Kimin baxtını bağlayırsan? Mən sənə deyirəm ki, Nə gülür oğlum? öz şeylərinə cavab ver. Mənim sənə verdiyim suallara cavab ver. Mənim nə işlə Sən məşğul olmağım bədənində belə şeydir, cadu eləyirsən burada. Sən bu kimdir, kimə eləyirsən? Hə, mənəm. Kiməsə cadu eləyirsən sən? Yox. Əməl De təmizliyi. görə bil sən kimsən, nəçisən, nə Əməl gəlmişsən? təmizliyi. Əməl eləyirsən sən. Deyirsən özün də əməl eləyirsən. Hə. O mistik elmlər başqa şeydir. De görüm mənim şalvarım nə rəngdədir? Mistika. Axı, mən sənin şalvarını burada görmürəm. Bəs bu nədir? Xaç var burada. Xaç niyə qoymusan? O mistik elmlər başqa şeydir, axı. Amin. Necə ki mistik? Sən deyirsən mən deistəm, özün də mistika ilə məşğulsan. Onu mən sənə sübut eləyərəm. Necə sübut eləyəsən ki? Yanıma gəl sənə sübut eləyərəm. Yox, bir mən sənin yanına gəl. 777 nə deməkdir? Mən sənin yanına gələm, onu sübut eləyərəm. İslam'a görə bu əxlaqsızlığın da tay yekəsidir. Və Mən yerin də İslam'a, sənin İslam'a mən yerin inanmıram. cəhənnəmdədir. Sənin Quranına mən inanmıram. Cənnətin, cəhənnəmin var olduğuna mən inanmıram. Bəs mistika ilə niyə məşğulsan? Onu mən sübut eləyə bilirəm çünki. Sən mənə İslamı sübut elə, həqiqətən Bravo, Allah bravo, tərəfindən gəldiyini bravo, mən bravo. ona inanım. Amir, Bu nədir belə? Tuvaletin içində cadu eləyirsən. Bu nədir belə tualetdə? Samir, söhbəti yayındırma. Mən sənə Ha, deyirəm sən ki, sən birbaşa tualetin küncündəsən, Nədir belə? Nə işlə məşğulsan sən? Kimsən ay sən? Samir, söhbəti mən nə səndən gülürsən, İslamın ay Allah kişi? tərəfindən gəldiyini sübut elə, mən bunu sənə sübut eləyəcəm. Allah sənə bəlavı versin elə. Bu nədir belə? O sənin Allahındır. Hədə mənim Allahım elə inşallah sənə bəlavı verəcək. Heç darıxma. Mən Tualetdə sənə deyirsən də. ay axı. Ha, mən- qulaq as. Cadu eləməyə yer tapmadın, gəlib açıqon qırağında cadu eləyirsən. Orada cavab Tualet verəm. deyil bu. Mənə O də cavab- bağışla bu sidiyin nəcisi niyə sənin burnunu vurmur? Orada o cadunu təmizləyirəm. Murdar işlərlə məşğulsan. Bu nədir la belə? Kişi belə şeylə məşğul olar? Ha, mən gəlim. Sənin Bu əməlin. nə olar? Ha, qulaq as, mən deyirəm görüm kişi belə şeylə məşğul olar, milli dəyərlərdən danışan oğlan. Ha. Əxlaqdan danışan oğlan. Kişi belə şeylə məşğul olar, özünə Belə bir kişi şey deyim. Mənim öz müştərilərim var. Gəlib bunları mən qoşum buraya. Gör hansısa biri mənə bir dəfə mənə narazılıq edən var mənə. Qulaq as indi bir dəqiqə, qulaq as. Milli dəyərlərlə isbat elə görüm bunu eləmək olar. Azərbaycan qanununda bu Aha, ziddir. Azərbaycan qanununda. Sağ Bəli, verirəm, ziddir. Azərbaycan qanununda maşenniklik gedir bu. Mən onu sənə sübut eləyirəm ancaq. Unitaza bax, Allah, belə. Mən sənə onu mən onu sənə sübut Sən də ora eləyirəm. gedəndə o unitazın yanında işlər görəndə əlbə əlcə taxırsan. Əmin ol ki, taxıram, bəli. İnan ki, bunu gör yiyəndimi? İndi sən Abi. mənə isbat elə görün, bu nə bu şeylərin milli dəyərlərimizə uyğundur yoxsa yox? Bu işlər Ay, gördün bu işlər. Samir, Bu milli dəyərlərimizdə belə bir şey var, bizim mentalitetdə belə bir şey var. Muskanla qoyub ora. Ha, danış da, nə oldu? Səsin batdı. milli dəyərdə elə bir şey, milli dəyərdə elə bir şey yoxdur, yox. Bəs niyə eləyirsən? Mən niyə eləyirəm? Mən orada ziyan iş görmürəm. Bəzi Tamam, Mən- sən iş görmüsən. Biləsən əzizim, İslam mənə deyib, örgədib ki, bu işi görənlər cəhənnəmli idi. Ay İslam Əbədiyyən fərqi get cəhənnəmlik. oğlunun arvadını al deyir. Sən bunu halal buyur, sən bunu qəbul edirsən, mənim sada sözüm. Tamam, yox. tamam. Sənin də vicdanın deyir ki, belə şey, tualetin qırağı, açıqon qırağında Mən cadı. orada kiminsə işi Sənin yoluna vicdanın get. deyib bunu Qulaq sənə. as, bir dəqiqə, yox, bir qulaq as indi mənə. Axı dedə Askonun qırağına tayta bilər, düzmü? Kiminsə əgər həkimləri müalicə edə bilmədiyi şey mən müalicə edirəmsə, yaxşı niyyətlə iş görürəmsə, sən buna heç bir şey deyəməzsən ki, niyə yaxşı iş görürsən? Mən orada gəlir kiminsə balası bədbəxt deyəsən, mənə deyəsən kimsə balasını bədbəxt deyirsən. Amma kimsə belası mən bəd şeylərdən qurtarıram. Orada kukla Əgər var. o Üstün, sən qələt eləyərsən. kukla var ya, orada üstün yazmısan. Ya, o kimin balasıdır? Kiminsə balası deyil o. O bilmədiyin şeylər bil. Kimdir Mən bəs o? O kukla kimdir? Həmin o- Kimin kuklasıdır o? O əməl olunan kukladır. Onu çıxarıb ora qoyub həmin o cadı əməli təmizləyirəm mən. Əməli təmizləyirsən? Hə. Canlının yalnız ruhaya yaşaması. Allah təmizə. Əlbəttə 100%. Quran ayələri tanır.
İsbatla da qarşı milli mentalitetlə bunu isbatla görün bu əməl. Abortu bəyənirsən, abortu qəbul edirsən. Nə bilim, fahişəliyi isbat edə bilmirsən. Bunu isbatla da gördüyün işə somuz isbatla gələn ki, Mən sənin sənə vicdanı var, milli dəyərlərə görə hardan uyğundur bu? qulaq as. Kiminsə balası əgər orada bədbəxt olursa, Ağzına dəli zərbə. olursa, mən həmin onun əməlinə təmizləyirəm. Orada mən zidd iş görmürəm. Belə insanlar bu nədir? Evet, deyirəm, mən təmiz. Gör o eləməyənin bab. Qoy bura canlı kimsə canlısı döyüşür. Bu nə xaçdır belə? Xaç. O ondan əməli təmizləməkdir. Başım, sən nə deyəcək təmizlik işlərinə baxsan da sən. Ha. Konkret səndə təmizlikdir. Ha. Bildim də Allah köməyin olsun, Allah sənə hidayət eləsin. Yəni zəlalətin ta dibindəsən sən. Xəbərin yoxdur prosta. Bunu isbatla görüm hansı hüquqa, hansı haqqa əsasən sən bu ilə məşğulsan. Qonaq artıq offline-dir. Görürsünüz dostlar, İslamdan danışan babulardır bax. İslama protiv danışan babulardır. 130-140 tamam. Bədbəxtçilik. Onun əməl vasitəsində gələn cin, o insanda qalır elə. Təmizləyə bilməz heç o. Quran ayələri oxunmamış çıxar. Subhanallah. Dostlar şahid oldunuz da, Allah həmd olsun. Allah həmd olsun. Bizim dinimiz bütün bunların murdar əməllər olduğunu deyir. Bütün bu əməllərin murdar əməllər. Necə ki fahişəlik, necə ki falçılıq, necə ki təmizləyənlər. Aslan abi, salam aleykum. Qoşula bilirsən, yoxsa yox? Mən axı. Baxdın axı. Səsim gəlir axı. Gəlir hə. Salam aleykum. Necəsən, nə var, nə yox? Aleyküm salam. Baxdın canlıya, qulaq astın. Bayaqdan canlıdaydım, deyirdim qoş axı. Bunu görmürdüm. Görmürdüm. Başım O qarşıda deyir adam zina var. və o deyir zorakılığa dəlil gətir. Zorakılığa dəlil var da İsra surəsi 32